Hər kəs salam. Bugün alkenlərin davamını izah edirik. 201-ci sualından başlayaq. Deyir maddəmiz alkendi, molekula neytron sayı 18-dir. Molekul kütləsini tapın. Alkenlərin ümumi formulu CnH2n-dir, düzdür. Alkenlərdə neytron sayı, biz bilir hidrogenin neytron yoxdur. Amma karbonda 6 neytron var. Aşağısında n yazılıb, 6 nənə vuruq 6n. Deməli, alkenlərin neytron sayı 6n-dir. Bərabər 18-dir. Baxın burada. 18 deyil. N'imiz buradan çıxır 3. Deməli, formulumuz nəymiş? C3H6 imiş. Və bizdən həmin alkenin molekul kütləsi istəyir. Gəlin C3H6-nın MR-ni tapaq. Baxın, MR C3H6 bərabərdir. 12-ni 3-ə vururuq. Çünki karbonun ayırı 12-dir. 12-ni 3-ə vururuq 36. Üzərinə gəlirik hidrogen 6. Bu da eləyir 42. Deməli, x-imiz oldu 42. Baxaq, indi 202-ci suala. Burada artıq proton sayından söhbət gedir. Alkenlərdə proton sayı 8-ə bərabərdir. Niyə? 6n karbonda var, 2n-də, bir dənə də 6 dənə karbonda var, bir dənə də hidrogenda var. 6-nı nə vururuq? Eləyir 6n. Biri də 2n-ə vururuq, eləyir 2n. Bərabər eləyir neçəyə? 24-ə. 8n bərabərdir 24. N'imiz də bərabər neçə? 3. Yəni, yenə ümumi formumuz eləyir CH6. Biz CH6-nın nisbi molekul kütləsini bayaq hesabladıq. Eləyir 42. Baxırıq 203-cü suala. Bizə neytron sayını deyib bu səfər 24. Düzdür. Neytron sayı nə idi? 6n idi. 6n bərabər eləyirik. Biz 24-ə 203-cü sualda. N'imiz eləyir buradan 4. Deməli, ümumi formumuz onda olur C4H8. Bizdən atom sayını istəyir. 4 ilə də 8 toplayırıq, eləyir 12. Baxaq 204-cü suala. Aha, indi 204-də proton sayını verir 32. Proton sayı 8n idi. 8n bərabər 32-yə. N'imiz də bərabər 4-də. Ümumi formulu nə oldu? C4H8. Bizdən karbon hidrogen sigma rabitəni istəyir. Karbon hidrogen sigma elə bu hidrogen sayıdır. Yəni neçədir? 8-dir. Cavabımız eləyir 204-də 8. 205-ə baxırıq. Deyir ki, hidrogenləş məhsulunun molar kütləsi 2x-dır. Hidratlaşma məhsulunun molar kütləsi isə 3x-6-dır. Ümumiyyətcə, hidrogenləşmə nədir və hidratlaşma nədir? Hidrogenləşmə alkenin üzərinə hidrogen gəlməkdir. Hidratlaşma alkenin üzərinə suyun gəlinməsi deməkdir. Yəni, bir dəfə alken, yəni CnH2-nin üzərinə gəlirəm hidrogenin, yəni H2-nin, düzdürmü? Alınır nə? Alınır CnH2n plus 2. Bir dəfə də hidratlaşma, yəni su gəlirəm. Bax, CnH2-nin üzərinə gəlirəm nə? Su. Yəni H2O-nu gəlirəm. Və bu səfər də alınır CnH2n plus 1OH. Aha. Bu deyir kütləsi olur 2x. Bunun başına yazıram 2x. Çünki hidrogenləşədən alınan bu yuxarıdakıdır. Və hidratlaşma məhsulunun molar kütləsi 3x minus 6. Burada yazıram 3x minus 6. Düzdürmü? İndi baxın, gör nə deyir? Deyir ki, alken molekulda karbon atomlarının sayını, yəni n istəyir bizdən. Aşağılar. CnH2n plus 2-nin kütləsi neçədir? Gəlin bunun öz MR-ni tapaq. 12-nə vururam, eləyir 12n. Düzdürmü? 2n plus 2-nə 1-ə vururam, eləyir 2n plus 2. Yəni, eləyir bu öz kütləsi 14n plus 2. Yəni, bax, bu 14n plus 2, bu 14n plus 2, bu 2x-ə bərabərdir. Yazıram, buradan yazaq, yazıram 2x bərabərdir 14n plus 2. Düzdürmü? İndi gəlin buranın MR-ni tapaq. Bax, 12-nə nə vururam, eləyir 12n. Hidrogen 1-dir. 1-i 2n plus 1-ə vururam, elə 2n plus 1. Oksigen 16, üzərinə gələm 16, bir də hidrogen. Bu deyilir 14n üstə gəl 18. 14n üstə gəl 18. İndi də bu rəngini dəyişim. Bax, bu
3x minus 6 bərabər olur 14n minus 8-ə. Bunu da buradan yazıram. 3x minus 6 bərabərdir 14n plus 18-ə. Aha, buradan artıq tənlikdir uşaqlar. Bu tənliyi həll edirsiniz və bu tənliyi həll edirik. Baxın, buradan 14n tapa bilərik. 14n nəyə bərabərdir? 2x minus 2. Gətirib burada yerinə qoya bilərsiniz. Bax, 3x minus 6. 14n də bərabər 2x minus 2. 2 bura keçəndə mənfi olur da. Bu 14n-in yerinə yazırsınız ki, 2x minus 2 aşağıdakı. Üstə gəl 18. X-i tapırsınız, gətirirsiniz. X-i də burada yerinə qoyursunuz. N ümumiyyətcə buradan tənlikdən çıxır. 3. Bizdən zaten karbon atomunun sayını istəyir. Karbon atomu da bu elə N-dir də uşaqlar. Karbon atomu elə bu N-in sayını göstərir. O deyir bizdə 3. 205-ci suala cavabımız elədir 3. Baxaq 206-ya. Deməlidir, etan və etilendən ibarət bir qaz qarışığıdır və bu qaz qarışığının 44 qramının hidrogenləşməsinə 11,2 litr hidrogen sərf olunur. 11,2 litr hidrogen sərf olunur normal şəraitdə və ilkin qarşıda deyir neçə mol atom var. Deməli, ümumiyyətcə bizə etan verib. Etanın formulu nədir? C2H6. Etilenin formulu nədir? C2H4. Bu deyir 44 qramdır, yaxşı. Və hidrogenləşmə. Hidrogenləşən bax budurmu, yoxsa budur? Əlbəttə ki, alkendir də. C2H4 hidrogenləşir. 11,2 hidrogen sərf olunubsa, yəni 0,5 mol. 22,4-ün yarısını 11,2. Deməli, 0,5 mol H2 sərf olunub. Onda bizim C2H4-ümüz də 0,5 mol imiş. Deməli, N C2H4-üm oldu nə qədər? 0,5 mol. Düzdürmü? Bu 0,5 mol tapdıq C2H4-ü. Düzdür? 0,5 mol 28-ə vursa, bu 28-ə. Onda C2H4-ün kütləsi 0,5-i öz kütləsi 28-ə vururam, eləyir 14 qram. Deməli, 14 qram bizim nəyimiz var imiş? C2H4-ümüz var imiş. Bu C2H4 14 qramsa, cəmidə 44 qramdır deyir. Onda bura 30 qram qalır. Düzdür? 30. 30 da bu 30-a bölürəm. Bu da 1 mol eləyir. Deməli, bu 1 mol oldu. Düzdür? Uşaqlar, bir dəqiqə. Mən bunu qara hərflə yazım. Qara qələmlə yazaq. Görün yazacağım. Aha. Deməli, bunu tapdıq ki, bu 1 moldur. Bu da tapdıq ki, 0,5 moldur. Düzdür? İndi bizə nə istəyir? Atomlarını istəyir. Düzdür? 1 mol C2H6-da. Bu 30-dan 14-ü silirəm indi. Baxın. Burada neçə atom var? 6 üstə gəl ki 8. 8-i də mən 1-ə vururam, eləyir 8 atom burada. Burada 4, 2, 6 atom var. 6-nı da vururam 0,5-ə. Bu da eləyir 3 atom. Düzdür? Bax, 3 atom burada, 8 atom burada. Cəmi elədi neçə atom? 11 atom. Baxarıq indi 207-ci suala. Yenə bizə etan etilen verib. Düzdür? Yəni, bizə verilib C2H4 və C2H6. Və deyir 11,2 litr hidrogen sərf olunub. Yəni 0,5 mol hidrogen sərf olunub. Düzdür? Deməli 0,5 mol da C2H4. Heç bunu tapdıq 0,5 mol C2H4-ümüz var. C2H4 0,5-də kütləsini tapıram. 0,5 28-ə vuram. Eləyir bunun kütləsi 14 qram. Bu 14 qramsa cəmidə 44 qramdır. Burada qalır neçə qram? 30 qram. 30 qram da 1 mol eləyir. Düzdür? Deməli, mən tapdım 0,5 mol C2H4-üm var, 1 mol da C2H6-ım var. İndi bu 14-dən 34-ləri silək. İndi deyək ki, neçə mol karbon atomu var. Karbonun atomunu istəyir. 2 karbon burada var. 2-ni 0,5-ə vururam, eləyir 1. 2 karbon burada var. 2-ni də 1-ə vururam, eləyir 2. 2 ilə də 1 toplayıram, cəmi eləyir 3 karbon atomu. Burada da cavabımız eləyir 3. Baxaq 208-ə. Buranı silək. Aha. Deyir ki, CnH2n-dir. Molekulunda sp3 hibrit halında olan karbon atomlarının sayını verir X. Molekula sigma rabitələrinin ümumi sayını verir Y. Bizə deyir X-dan Y-də cəmi nə qədərdir? 13-dür. Baxın, yazıram CnH2n. Ümumiyyətcə, alkenlərdə 2 dənə sp2 olur.
Yəni deyək ki, alkenlərdə karbon sayı n-dirsə, bunun ikisi SPC olur, n-2-si də SPC olur. Deməli, bax, onda bu x bərabər olur n-2-yə. Sigma rabitələrin sayı da ümumi atomdan bir vahid az. Ümumi atom 3n-dir, bir vahid az da 3n-1-dir. Düzdür? Və deyir cəmləri də 13-ə bərabərdir x-dan y-in. Onda x-im nə oldu? n-2. Y-im nə oldu? 3n-1. Cəmləri bərabərdir 13-ə. Toplayıram 4n-3 bərabər 13-ə. 4n bərabərdir 16-ya. N də bərabərdir 4-ə. Deməli, onda ümumi formulum oldu C4H8. Məndə nələ n istəyir? N-im oldu elə 4. Baxaq 209-a. Deməli, maddə miqdarı, mol miqdarı, yəni molu 2-dir, kütləsi A-dır, yəni alkenlə söhbət gedir. Əlbəttə ki, tam yanması sərf olunan oksigenin kütləsi də nə qədərdir? A plus 36 qədərdir. Deyir, alkenin molekul hibrid orbitallar ümumi sayını müəyyən edir. Alkeni yazıram, CN, H2N. Tam yanma deyir, ona görə yandırıram. Yəni, üzərinə nə gəlirəm? Oksigen gəlir. Nə alınır? Karbon qazı və su. İndi baxın, əmsallaşdıraq. Bura bir n yazırıq, burada həmçinin n yazırıq, onda bu da eləyir 3n böl 2. Düzdür? İndi deyir ki, maddə miqdarı, yəni mol 2-dir. Bura yazdım 2. 2 dediyi, bax bu alkenin 2-sidir. Yəni alken 2 moldur demək istəyir uşaqlar. Yəni alkenin maddə miqdarı 2, alkenin kütləsi A, alken yanında alınan oksigenin kütləsi də A üstəcə 136. İndi yazdım üzərinə 2. Düzdür? Kütləsi də A-dır. Yəni 3n böl 2-ni biz 32-yə vurarıq ki, görək nə qədər sərf olunur, yəni. Düzdür uşaqlar? Bax, 3n böl 2-ni biz bölərik 2-yə, 3n böl 2-ni vurarıq, 32-yə bunun kütləsini taparıq buradan. Və mol miqdarı da 2-dir deyə, bir də biz 2-yə də vura bilərik. Baxın, yəni bu 3n böl 2 bunu göstərir. Yəni 1 mol CnH2n yanında nə qədərdir? 3n böl 2 vuraq 32. Oksigen kütləsi nə qədərdir? 32 qədər oksigen alınır. Yəni oksigen sərf olunur daha doğrusu. Bəs 2 moluna nə qədərdir? 2 moluna da tapmaq üçün biz bu 3n böl 2 vuraq 32-ni 2-yə vurarıq. Yəni 2-ni vururam 3n bu vuraqdır 2-yə. Bir də vururam 32-yə 2 mol olduğuna görə. Bax, bu 2-lərim gedir, ixtisar. Bu da eləyir 96. Bir də n-im var da. Bax, bu n-i də unutmayın. 96 n oksigen. 96 n bu qramıdır. İndi baxın. A nədir? Kütləsidir, düzdür? Nəyin kütləsi? Alkenin kütləsi. Alkenin neçə molunun kütləsi? 2 molunun. 1 mol alkenimiz 14 n-dir, düzdür? Alkenin 1 molu 14 n-dir. 2 moldan da 28 n-dir. A bərabərdir 28 n. Düzdür? Oksigen də verir A plus 36. A plus 36 da tapdıq ki, 136-nı. Oksigen kütləsini buradan tapdıq 96 n. Bərabər eləyirəm 96 n. Aha, yuxarıdakı A nə verib? 28 n. 28 n-i gətirib burada yerinə qoyuram. 28 n üstə gələk 136 bərabərdir 96 n-ə. Aha, buradan da n-imiz eləyir demək uşaqlar 2. Formulum oldu, yəni alkenin ümumi formulu C2H4. İndi bizdən onu soruşmur. Bizdən hibrid orbitallarının ümumi sayını soruşur. Hibrid orbitalların ümumi sayı düsturu 4n-2-dir uşaqlar. N-imiz 2-dir, düzdür, bərabərdir. 4-ü vururuq 2-yə, çıxırıq 2-ni. 4-ü 2-yə vururuq 8, 2-də çıxırıq 50, cavab 6. Cavabımız oldu 6. Ümid eləyirəm, başa düşdünüz. İndi baxaq 210-cu suala. Deməli, deyir sıxlığı. Sıxlığı nə qədərdir? 2,5 qram bölək litr.
olan qaz halında alken verilir bizə və deyir 0,1 molunun tam yanmasından alınan qaz artıqlaması götürülmüş, sönmüş əhəng məhlulundan keçirsə neçə mol çöküntü əmələ gələr? Demək ki, bizim bir düsturumuz var idi. Düzdür uşaqlar? N bərabər rho V düsturu. Bunu unutmayın. İndi bizim sıxlığı verib 2,5. Düzdür? Sıxlığı yerinə gətirin, qoyun 2,5. Həcmimiz neçədir? 22,4 litr. Niyə? Normal şəraitdə. Düzdür? Biz 2,5-i 22,4-ə vuranda neçə eləyir uşaqlar? Deməli, eləyir 56. Düzdür? İndi gətirin, alkenin ümumi formu neçədir? 14. 14 elin bərabərdir neçəyə? 56. Elin də buradan eləyir 4. Çünki ümumiyyətcə alkenlər ümumi formulu, baxın budur. CnH2n. Bu alkenlər ümumi formuludur. Karbonumuz ayrı 12'dir. 12 ilə vururuq, eləyir 12. Üzərinə də hidrogenin ayrı 1'dir. Biri də 2 ilə vururuq 2. 12 ilə də 2 toplayırıq, neçə eləyir? 14. 14 elimiz bərabərdir neçəyə? 56. Elimiz oldu neçə? 4. Gətirib burada yerinə qoyuruq. Bax, karbon aşağısındakı n elə bu n-dir. C4, hidrogen də 2n. 4'ü 2'yə vururuq, C4H8. Bu bizim alkenin ümumi formuludur. İndi bizə nə deyir? Aha, normal şəraitində də bu 22,4 tapdı ki, normal şəraitdə deməli bu 22,4 litrdir. Olan qaz halında alkenin 0,1 molunun tam yanmasından alınan qaz artıqlamasına götürülmüş, sönmüş əhəng məhlulundan keçirilərsə, deməli biz bu C4H8-i indi yandırırıq. C4H8-i yanması üçün üzərinə oksigen gəlir əlbəttə ki. Alınır karbon qazı və su. Gördüğünüz kimi 4 karbon var deyə bura 4 yazıram. Hidrogenim 8 deyə bura 4 yazıram. 4'ü 2'yə vuram 8, sonra 4 gəldim. 12 deməli oksigen deyilir 6. 0,1 molun yanmasının alınan qaz. Alınan qaz. Bax, yanında 2 dənə maddə alınır. Bir karbon qazı alınır uşaqlar. Bir də su alınır. Hansı qazdır? Karbon qazı. Yəni bizdə söhbət karbon qazından gedir. Yəni bunu birbaşa da yaza bilərdik. Baxın. Bu şəkildə. C4H8 yandı və bundan karbon qazı tutanı birbaşa karbon qazını yazaq biz gəlin. CO2. İndi bu 4-dürsə, burada 4 yazaq. 0,1 molunun tam yanması. Yəni bu 0,1 moldur. 0,1 mol yananda bilmirəm nə qədər karbon qazı alınır, amma 1 molu yananda 4 mol karbon qazı alınır. X-in də buradan karbon qazını tapdım ki, nə qədər? 0,4 mol nə oldu? Karbon qazı oldu. Karbon qazı oldu. Üzr sayın. Arada dilim dolaşa bilir. İndi deyir ki, həmin o alınan qazın artırılması ilə götürülmüş, sönmüş əhəng məhlulundan keçirilərsə, indi biz bu aldığımız karbon qazını sönmüş məhlulundan keçən üzərinə kalsium OH2 gəlir. Bax, kalsium OH2'nin üzərinə karbon qazını gəlirik. Buradan alınır kalsium karbonat, yəni kalsium CO3. Bu çöküntüdür bizdə. Elə bizdən bu molun çöküntüsüdür. Və bir də alınır su uşaqlar. Əmsalları düzdür. 2 oksigen, 2 oksigen, 4 oksigen, tamam, yenə kalsium, yenə kalsium. Əmsallarımız düzdür. İndi biz 0,4 mol karbon qaz tapdıq, düzdür? 0,4 mol karbon qaz tapdıq. 0,4 mol karbon qazda bilmirəm nə qədər kalsium karbonu çökür, amma 1 moluna 1 molu çökür. Qısmımız burada neçə eləyir? 0,4 mol karbon qazını tapmış olduq. Ona cavabımız bizim elə 0,4 mol kalsium karbonat oldu. Yəni çökən 0,4 moldu və bu kalsium karbonatdır. 211-də həmin qaydalı uşaqlar. İndi burada 1,25 verib. Siz yenə 1,25, 22,4-ə vurun, kütləni tapın. Sonra 14-ünü həmin kütləyə bərabər eləyin. Oradan n tapın və formula qoşun və həmin nə qədər n tapmışsa o qədər karbon qazanılır. Neçə mol çöküntü alınır, onu tapa bilərsiniz. İndi baxırıq biz 212-ci suala. 212-ci sualda yenə sıxlığı verib. Bəs sıxlıq verilibsə biz bu avtomatik buradan kütləni tapa bilirik. Necə tapırıq? Əlbəttə ki biz üzərinə 22,4-ə vurmaqla, yəni n bərabər rho v-də sıxlıq 22,4-ü vururuq həmin verdiyi sıxlığa. Bax, n bərabərdir 2,5-i vururuq biz 22,4-ə. Deməli, buradan yenə bizim kütləmiz eləyir 56 qram. 56 qram tapdıq. 14-ünü yenə 56-ya bərabər eləyirik. Buradan n-i tapırıq ki 4. Deməli, ümumi formulumuz olur C4H8. C4H8 cebdə qalsın. İndi üzərinə H xlorid gəlir. Düzdür, yəni H xlor gəlir.
C4H8-in üzərinə gəlir H-xlor. Nə alınır uşaqlar? C4 birləşmə reaksiyasında birləşdirin yazın. C4H9 xlor. İndi neçə litr xlorid qazı, hidrogen xlorid qazı birləşdirir? Ümumiyyətcə bu 22,4 litr. Bu 224 qramı deyir. Alkenin 224 qramı. Başına yazaq 224 qram. Düzdür, 224 qram. 224 qram bilmirəm neçə litr birləşdirir. X litr birləşdirir. Amma C4H8-in öz emeri uşaqlar 12-ni 4-ə vurursunuz 28. Bax 28 eləyir 12-ni 4-ə vurduq. 28 nə daş ola bir üzrü sayın 48. Aha. Üzərinə də 8 gəlirik. Bu da eləyir bizdə neçə? 56. Deməli C4H8-in emeri ilə də 56. 56 qram olanda isə H-xlorun neçə litr? 1 mol girir də. 1 mol neçədir? 22,4 litrdir. Buradan tənasüb qırırıq. Buradan X-imiz eləyir bizdə 89,6 litr. Zaten bizdən bu 89,6 litri soruşurdu. Sarı eləyək, daha rahat seçilsin. Aha, oldu cavabımız bizim 89,6 litr. 213 də həmin qaydadır. Baxın, 2,5-i 22,4-ü vuruq, yenə eləyir 56. Yenə buradan biz tapırıq ki, bizim formulumuz neçədir? C4H8-dir. C4H8-i tapdıq uşaqlar. İndi burada fərqlidir. 44,8 litr deyir. Bu rəqəmlərin dəyişirsiniz sadəcə. Aşağıya baxın, mən onu silim. Aha, bu yuxarıdakı qalsın. İndi bu deyir 44,8 litr. Bu 44,8 litr olarsa bu X-dir. İndi bununla bunu ixtisar aparıram. Bu eləyir 2. 2-ni də 56-ya vuram 112. Cavabım da eləyir burada 112. $214 deyil, bərabər mollarda etilen, etan və asitdən ibarət qarışığın kütləsi 42 qramdır, qarşıda neçə qram asitlen olmuşdur. Etilen deyir, yazıram etileni, yəni C2H4. Etan deyir, yazıram etanı C2H6. Asitlen də C2H2 şəklində yazılır. Və eyni mol götürübsə hərəsini XX yazdım. Sonra, bərabər 42 qramdır. C2H4-ün öz emeri eləyir 28X. Və buradan yazaq. 28X. C2H6-nın emeri 30X eləyir. C2H2 asetleninki də eləyir 26X. Bərabərdir 42 qram. Aha, buradan X-imiz eləyir uşaqlar 0,5. Üçün də molunu tapdıqmı? Deməli, hərəsi 0,5, 0,5 götürülüb. İndi gəlin bu X-ları silək. Bax, bu X-ları silirəm. Deməli, bu da 0,5 götürülüb. Bu da. Bizə deyir, neçə qram asitlen olmuşdu. Asitlen də bax, budur. Bizə bunun kütləsini istəyir. Yəni, biz 0,5 molunu vururuq. C2H2-nin öz kütləsi 26. Bu da eləyir 13. Cavabımız elədi neçə? 13. Baxırıq 215-ci suala. 215-də etan etləndən ibarət 20 mol qaz qarışığını tam doymuş hala gətirmək üçün 12 mol hidrogen sərf olunub. İlkin qarşıda etan həcm payını hesablayın. Uşaqlar, etan və etilen verib, baxın, bir etan verib, C2H6, bir etilen verib, C2H4 və bunlar bir yerdə, bunlar bir yerdə 20 mol təşkil edirlər. Bir yerdə 20 mol təşkil edirlər. Və bunları hidrogen, yəni doymuş hala gətirmək üçün etan doymuş haldadır zaten. Alkenin üzərinə biz hidrogen gəlirik. Yəni C2H4-ün üzərinə gəlirik biz hidrogen. Alınır C2H6. 1 moluna biri sərf olunur. Bəs 12 mol hidrogen içərisinə sərf olunur. X deyir 12. Tapdıq C2H4 12. C2H4 12 çıxır, 20-dən 12 çıxırıq. Bu C2H6 olur 8. Bizdən nəyin həcm payını istəyir? Etanın. Etan da C2H6-dır. 8-i bölürük ümumi mol 20 mola. Vururuq 100-ə. Bu da bərabər eləyir 40%. Cavabımız elədi 40. 216-da alkenin tam yanma reaksiyasının
Qrafikinə əsasən x-i hesablayın. Aha, görürsünüz, baxın, yanında 2 maddə alınır, 2 maddə də sərf olunur. Niyə? Çünki o üzərinə oksigen gəlirik. Əlbəttə ki, biz götürürük CnH2, düzdür? Alkinin formulu CnH2, yandırırıq üzərinə, oksigen gəlirik və oksigen aralı yazım. Oksigen gəlirik və alınır karbon qazı və bir də alınır H2O. Əmsallaşdıranda bura bir N düşür, burada N düşür, burada 3N böl 2 düşür. Görürsünüz uşaqlar, burada 220 qram və x qram aldım. İndi baxın, sizcə bu 44N-də bunun kütləsi düzdür, bunun da kütləsi eləyir 18-in. 44-ün böyükdür 18-in, əlbəttə ki 44-ün. Onda al bu M-i göstər, bax kütləni göstər. Mən ona görə 44-dən 18-in yazdım. Hansının kütləsi çoxdur? 220 yuxarıda deyəm. Deməli 220-in kütləsi çoxdur. Artanlar, alınanlardır. Baxın, bu iki qrafik artıb. Deməli bu karbon qazı ilə sudur. Azalanlardan biri CnH2-dir, biri də oksigendir. Deməli ən çox alınan 220-dir. İndi baxdıq, karbon qazı çoxdur, su, karbon qazı. Deməli bu 220 karbon qazıdır. Bu X də bizə suyu göstərir. Suyun da kütləsi 18N-dir. 18N bərabər X-a, 44N də bərabər 220-yə. Bax, 44N-i bərabər elədim 220-yə. N-im də buradan çıxır uşaqlar deməli. Belə də yaza bilərik əslində, bir dənə tanesi bu qraf. Bax, yazaq ki, 44N 18-dirsə, karbon qazının kütləsi neçədir? 220. 220-yə də özü verib X. Buradan deməli bizim X-imiz çıxır 90. Zaten bizdən X-ini istəyir. Cavabımız elədi 90. Baxaq 217-yə. Buradan silək. Aha. Deyir, metan və etilindən ibarət 4 mol qaz qarışığına 4 mol hidrogen əlavə edildi, qızdırılmaqla platin katalizator üzərinə buraxıldı. Reaksiyadan sonra 214 mol hidrogen qalarsa, ilkin qarışdı metanın həcm payını hesablayın deyir. Deməli, bir götürürəm mən metan, qara götürək, aha. Bir götürürəm metan, yəni CH4. Bir də götürürəm etilen, yəni götürürəm C2H4, düzdür? Ümumiyyətcə, cəmi də bunlar bir yerdə. Məsələ gəl yazın bunları. Bax, bir götürdük CH4, bir də götürdük C2H4. Bir yerdə bunlar 4 moldur. 4 mol. Və deyir, 214 mol hidrogen qalarsa. 214 qalırsa, başda da 4 mol hidrogen əlavə edildi deyir. Biz 4-dən 214-ə çıxarıq, eləyər 1.6. 1.6 hidrogen 117 yağımçı qaldı. Deməli, baxın burada bizə metan və etilen dedi, CH4 dedi, C2H4 dedi və biz tapdıq ki, biz 4-dən 214'ü çıxırıq ki, görək nə qədər hidrogen reaksiya daxil. Çünki deyir 210 molu qalıbdı. 214'ü qalıbdı. Ümumiyyətlə 4'dür başda, deyir 4 mol qaz qarşı. 4-dən 214 üçün 1.6 mol hidrogen. 1 mol hidrogenə də 1 C2H4'də 1 mol hidrogen lazımdır ki, tam hidrogenləşsin, düzdür? Onda elə 1.6 mol hidrogenə, belə 1.6 mol da C2H4 sərf olunar, düzdür? Bu 4'ün 1.6'sı C2H4-sə, 2.4'də CH4'dür. İndi bizdə nə istəyir? Metanın həcm payını istəyir. Metanımız 2.4'dür. Ümumi də 4'dür. 2.4'ü 4'ə bölüb 100'ə vurduq, elədi 60%. Deməli, bizim cavabımız elədi 60%. 218-də həmin qaydadadır. Baxaq 219-cu sualı, bir dənə lövhəni silim. 219-da nə deyir? Deyir, eyni kütlədə götürülmüş C2H4 və C3H6 ibarət tam qarışıq, yəni qarışıq tam yanında 528 qram karbon qazı alınır. İlkin qarışığın kütləsi
Deyir ki, neçə qramdır? Ümumiyyətcə 528 qram görək karbon qazımız neçə moldur? Çünki molla hesablasaq daha rahat olacaq. 528-i biz bölməliyik deməli. Karbon qazının kütləsini bizə verib burada 44 qram. Yəni 528 qram biz 44 qramı bölək. Yəni burada. Deməli 528-i bölürəm 44-ə. Bu da eləyir 12. Deməli, biz tapdıq ki, 12 mol CO2. Düzdürmü? İndi baxaq. Eyni kütlədə götürüb. Bir C2H4 götürüb, bir də C3H6 götürüb. Yazıram C2H4 və C3H6. Və bunlardan nə alınır? Yanında karbon qazı alınır. Hər ikisindən də yazdım CO2, CO2. İndi baxın, hərəsindən eyni kütlədə götürülübsə uşaqlar, onda bunun kütləsi C2H4-ün kütləsi 28-dir, düzdür? Buna yazaq 28x, C3H6-ın kütləsi də 42-dir. Bu da 42x və eyni kütlədir. Yəni bu 28x, buna y deyək gəlin. Fərqləndirə bilək biz bunları. Buna da y deyirəm. Ancaq bu 28x-la 42y bərabərdir. Aşağıdan yazıram ki, kütlələri bərabərdir axı. Ona görə mən də bunları bərabərləşdirirəm. Baxın, 1 moluna da, yəni bu x-dir, yaxşı uşaqlar. Yəni molla indi hesablayaq. 1 C2H4 yanında 2 karbon qazı alınır. 1 C3H6 yanında 3 mol karbon qazı alınır. İndi moluna baxın. Bu x-lər həmçinin bu y də moldur. Yəni 1 x girəndə, onda 2x qədər də karbon, 2x mol yəni karbon qazı alınır. 1 y girəndə 3y mol qədər də karbon qazı alınır. Onda bu 2x ilə bu 3y də bu 12 mola bərabərdir. Tamam mı? Bax, bu 2x üstə gəl, 3y də bu 12 mola bərabərdir. Buradan biz x ilə y-ləri həll eləsək uşaqlar, y-imiz eləyər, və bu tənasüb həllikdir da, y-imiz eləyər 2, x-imiz eləyər 3. Görə bizə nə istəyir? İlkin qarışığın kütləsi deyir neçə qramdır? İlkin qarışıq nə idi? C2H4 ilə C3H6, yəni 28x buradan götürmüşdük, 42y də buradan götürmüşdük və bu ikisinin kütləsinin cəmini istəyir. Yəni bizdən istədiyi 28x üstəgəl 42y bərabər sual, bunu istəyir. X-imiz tapdıq 3, 28-i 3-ə vuruq, eləyir 84, 42-ni də 2-yə vuruq, eləyir bu da 80, zaten kütlə bərabərsə 84, 84, bu da eləyir cəmi 168. Deməli, ilkin qarışığın kütləsi oldu 168. 220-yə baxaq. Aha, 220-də nə deyir? Deməli, deyir alkendir. Molekula sigma raliklərinin yaranmasına iştirak edən s orbitallarının sayı 12-dir. Alken molekulundakı hidrogen atomlarının ümumi sayının 25%-i bu izotopudur, hidrogen, deuterium. Və alkenin molekulundakı neytronların sayını deyir müəyyən edin. Bax, alkenin ümumi birinci formulunu yazıram, SnH2n. Deyir ki, s orbitallarının sayı, bu s orbitalı bu hidrogen sayı deməkdir. Hidrogen sayı da 2n'dir. Bərabərdir buradakı 12-yə. N də oldu 6. Yəni, ümumi formulum S6H12 oldu. İndi baxın, S6H12-də bizdə nə istəyir? Alken molekulundakı neytronların sayını istəyir, düzdür? Buradakı neytron nə qədərdir? 6-nı vurarıq biz karbondakı neytrona, yəni 6-ya, eləyir 36. Bax, buradan tapdım ki, mən 36 neytronum var. Bir də deyir ki, 25% də burada neytron var. Yəni, 12-nin 25%-ni tapıram. Baxın, 12-nin 25%-i. Çünki, bax, bu 25% nəyə göstərir? Hidrogen atomlarının ümumi sayını. Hidrogen deyib 12-dir. Yəni, bu S hidrogen sayıdır. Bərabərdir H-ın sayı. 12-nin də 25%-ni tapıram. Eləyir deməli 3. Bax, bu 3 bu deuteriumundur. Burada da 1 neytron var. Yəni,
Mən bu 36-nın üzərinə də 3-ü gəlirəm. Cəmi eləyir neçə neytron? 39 neytron. Cavabımız eləyir 39-a. Baxaq 221-ə. Nədir? Qarşının tərkibində CH4 var, CH6 var. Qarşılıqdakı maddə miqdarı, yəni molu 2-dir. Qarşılığın əlavə edilən hidrogenin mol miqdarı 2-dir. Tam hidrogenləşmə reaksiyasından sonra qarşılığı mol miqdarı da 3,5 olur. Heç gözünüzü qorxutmursuz. Yazırıq. Bax, bir C2H6-mız var. Bir də C2H4-ümüz var. Hidrogenləşmə deyirsə, əlbəttə ki, CH4 hidrogenləşir də. Buna da nə qədər lazım olur? 2 qədər lazım olur, düzdür? Deyir, qarşılıqlı əlavə edilən hidrogen mol miqdarı 2-dir. 2 mol sərf olunur. Və artıq qalan maddə mol miqdarı da 3,5-dir. Yəni, 3,5-dən biz 2-ni çıxsaq, görür ki, 1,5 mol hidrogen artıq qalıb. Düzdürmü? 1,5 mol hidrogenimiz artıq qalıb. Qarşı mol miqdarı cəmi 2-dir. Yəni, bu C2H4-dən bu C2H6 mol miqdarı 2-dir. Əlavə edilən hidrogen mol miqdarı da 2-dir. Ancaq qarışığın mol miqdarı 3,5-dir. Biz 3,5-dən 2 çıxırıq, deyirik ki, baxın, buradan yazıram. 3,5-dən 2 çıxırıq, deyirik ki, 1,5 mol H2 neynədir? Artıq qalıb. Və ümumiyyətcə bu olur C2H6-mız. Yəni 1,5 mol C2H6-ya gedir. C2H6 1,5-də C2H4-ümüz qalır 0,5. Düzdür? Çünki cəmi 2 moldur deyir. İndi C2H4-ü biz hidrogenləşdirək, yəni üzərinə hidrogen gəlirik. 1-in 1-ədir təbii ki də mol miqdarı, molların nisbəti olur C2H6. Bir C2H4-ə 1 hidrogen sərf olunursa 0,5 mol CH2-yə nə qədər hidrogen sərf olunur? 0,5 qədər sərf olunur. Düzdür? İndi 2 hidrogen idi. 2-dən də gəlin biz bu 0,5-i çıxaq. Tapırıq ki, buradan da 1,5-i var. Bu 1,5-i çıxıram. Bu da eləyir deməli 0,5 mol H2 də neynədir? Daxil oldu. Bizdə nə istəyir? Neçə mol etan? Elə tapdığımız var yuxarıdakı 1,5. 223 də həmin qaydadadır. Baxaq 223-ə. Deyir, alifatik karbohidrogen %4 moldur. Tam yan məhsulu 8,8 qram karbon qazı, 0,2 molda su. İndi baxın, 0,4 mol girəndə nə qədər karbon qazı alınır? 8,8 qram. 1 molu girəndə gəlin tapaq, burada nə qədər alınır? X qram karbon qazı. X-imiz də buradan eləyir 220 qram. 220 qram biz karbon qazını tapdıq CO2-ni. Sonra 220 qram karbon qazını da biz mola çevirmək istəyiriksə, əlbəttə ki, 4-də bu da eləyir 5 mol karbon qazı. 5 mol karbon qazında da 5 dənə karbonumuz var. Buradan tapdıq 5 karbon. Davam edirik. 0,4 mola 0,2 mol su alınırsa 0,4 molundan 0,2 mol. Bəs 1 molundan X mol su. X da eləyir 5 mol H2O. 5 mol H2O-da da 10 hidrogen var. Yəni ümumi formulumuz olur C5H10. İndi bizə nə istəyir? Bax, ümumi formulu tapdıq C5H10, düzdür? Buradan yazın. C5H10. Bizdən istəyir ki, sp3S rabitələrin maksimum sayını tapın. Yəni sp3-dəki hidrogen sayı maksimal olsun. Baxın, onda gəlin belə eləyək. 4 dənə karbonu belə düzək. Birindən CH3 çıxardaq ki, maksimal S hidrogen lazımdır bizə. Buradan da bir pi çıxardaq. Baxın, CH3. Bu hidrogen yazılmır, bura yazılır. Bu da CH3.
İndi baxın. Bu neçədir? Bu nədir? Yəni SP3-dür, düzdür? Bu da SP3-dür. Bir də hansı SP3-dür? Bu SP3-dür. Üçü də SP3 oldu. SP3-dəki S, yəni SP3-dəki hidrogenlər. Üçü burada, üçü burada, üçü burada. Eləyir neçə? 9. Cavabımız da eləyir 9. 224-də gəlin baxaq. 224 rəqəmlər də dəyişib. Şərt də dəyişib. Burada SP3-dəki S-ləri minimum istəyir. Olsun. Biz əgər mənasını başa düşmüşüksə, onda testlərdə rahat yazacaq. Heç narahat olmuyor uşaqlar. Heç ürəyinizi sıxma ehtiyac yoxdur. Çünki belə qrafik falan görəndə əksər uşaqlar yəni narahat olur ki, çətindir falan. Amma inan ki, mərhələ-mərhələ getsəz, cavab öz-özlüyündən çıxacaqdır. Bax, yenə eləyirik. Bax, 0,2 mola yazaq. 0,1 mol karbon qazı. Bəs onda 1 molla nə qədərdir? X. Buradan X-i tapıram ki, X-i tapıram ki 5 mol. 5 mol nə tapdıq? Karbon qazı tapdıq. İndi gəlin suya baxaq. %2. Bax, burada karbon qazını yuxarıda qramla vermişdi. Burada molla verib. Burada yuxarıda suyu molla vermişdi. Aşağıda suyu qramla verib. Ona görə diqqətli olun. İndi burada %2 moluna 1,8 qram sudursa, 1 molunu da X. X da buradan eləyir 90. 90 tapdığımız qramdır. 90 qram H2O. 90-ı biz suyun kütləsi 18-ə bölərik. Baxın, burada düz bir. Eləyir 5 mol H2O. Düzdür? 5 mol H2O-da da 10 hidrogen var. Yəni ümumi formul eləyir C5H10. Çünki burada 5 karbon var, burada 10 hidrogen, C5H10. İndi bizə nə istəyir? Bizdə deyir ki, SP3S minimum olsun. Onda biz minimum olması üçün, bax, 1, 2, 3, 4. Buradan 1 karbon. Yəni, el eləməliyik ki, SP3-dəki S-lər minimum olsun. Yəni, 2 qata ilə yerə qoymalıyıq ki, orada biz minimum olsun. Yəni, hidrogen sayı. Baxın, bu H eləyir, düzdür. Bu H3 eləyir, bu H3 eləyir, bu H eləyir, bu da H2 eləyir. Bunlar heç, bunlar bunlar SP2-dir. Və bu da SP2-dir, bu da. Ancaq bunlar SP3-dürlər. SP3. Bu da SP3-dür. Bu da 2 qat olanlar SP2-dir. Buradakı hidrogen sayı 3'ü burada, 3'ü burada, 1'i də burada. Bu da eləyir neçə? 7 hidrogen. S hidrogen sayı deməkdir, yəni. 7 oldu cavabımız. Baxaq 225-ə. Rasilim. Burada baxın, yuxarıda işlədiyimizdəndir. CH4-dən CH6-nı verir 2 mol. Üzərinə 2 mol hidrogen gəlib və CH6 hidrogen 2,5 mol. İndi baxın. Hidrogenləşən CH4 yoxsa CH6? Əlbəttə ki, CH4. Onda yazaraq bura CH4. Üzərinə gələrik hidrogeni. Alırıq CH6. Düzdür? Görürsünüz 2,5, 2 mol, 2 mol. Cəmi eləyir 4 mol. 4 mol girib 2,5 mol da alınır. 1,5 mol. Yəni 4 mol, bu 2,5 mol da artıq qalmalı. Yəni 1,5 mol sərf olunub CH4. 1,5 bura, onda burada 1,5. Niyə? Çünki 1-in 1-ədir. Elə 1,5 də bura, burada 1. Tapdıq mı 1,5 dərimizi? Yəni 2,5-dən də 2-ni çıxarıq, bax bu 2-ni. Eləyir 0,5 mol hidrogenimiz artıq qalar. Düzdür? Onda 1,5 biz CH4-ü tapdıqsa, 0,5 molda CH6-mıza qalır. Düzdür? Bax, 1,5 CH4-üyə tapdıq. 0,5-i də biz CH6-ya tapdıq. Bizdən də etanol həcm payı. Bu CH6-nı istəyir.
0,5'i ümumi 2 oldu burada. 2'yə bölürük. Vururuq 100'ə. Bu da eləyir neçə faiz? 25 faiz. Cavabımız da eləyir 25 faiz. 226. X-in üzərinə H xlor gəlib, alınıb Y, Y üzərinə natrium gəlib, alınıb Z. Bizdən Z istəyir. Yox, Z-in D maddəsində molekulun cəmi 24 hibrid orbitalı varsa. Ümumiyyətcə, uşaqlar, bu natrium gəlibsə Y-in üzərinə. Bax, bu X alkendir. Alkenin üzərinə H xlor gəlir. Düzdürmü? Pi qırılır, hidrogen birinə xlor, hidrogen çox xlor azar. Və burada bir birləşməmiz olur bizim. Alkenin monohalogeni törəməsi alkanın. Və onun üzərinə natrium gələn, natrium xlor götürür, yəni o halogeni götürür, halogen nədirsə və güzgü şəklində bir eynisi alınır. Z də yəni alkan olur uşaqlar. Yəni Z-imiz alkandır. Alkanların ümumi formulu CnH2 plus 2-dir. Və burada hibrid orbital sayı 4n'dir. 4n'ni bərabər eləyirik 24'ə, n də bərabər olur 6. Deməli, Z-imizdə 6 karbon varmış. Yəni, C6H14'üymüş. Onda Y-imiz uşaqlar. Bunun yarısı qədər olar. C3, H7, xloruymuş. Deməli ki, natriumu götürür və bu CH3-in eynisi alınıb və bunun hətta 2 qatı alınır. Çünki Würz reaksiyasında natrium xloru götürür və bu CH3-in bir də özü olur. O da C6H14'ə gətirib çıxarır. Deməli, bax, bu bizdə Z-dir. Bu bizdə X-dir. Y düzür sayın. X-də nəymiş ki, üzərinə H xlor gəlib? Bu CH7 xloruymuş. Yəni, CH7 xlordan da bir H xloru çıxartsaq, eləyər CH6. CH6 bizdə X-dir. Yəni, X-imizi tapdıq CH6 və bunu açıq şəkildə də yazsa uşaqlar. Eləyər CH2, 2 xət CH, 1 xət CH3. Bu bizim X-imizdir. İndi baxaq, sp3 hibrid orbitallarının sayı. Bu sp2'dir, bu da sp2'dir, bu sp3'dür. sp3 hibrid orbitallarının sayı bir dənədir, özdə sp3 topluq 4 edilir. Deməli, birinciyə gedir C. Sigma rabitə sayı, CH6 sigma rabitə sayı ümumi atomdan 1 vahid az. 6-ın 3 topluq 9, 1 vahid az 8. İkinciyə gedir Y. Birli karbon atomlarının sayı. Birli karbon atomları sayı, baxın, bu 2 dənə ikilidir, çünki 2 karbondan birləşib, amma birinci ilə sonuncu bir dənəsindən birləşib. Ona görə 2 dənə olur birli karbonumuz atom sayı. O da eləyir cavab B variantı. 1-si 2-yi, 3-də B. Baxaq, 227-yə. 227 də həmin qaydadadır, amma yenə də yazaq. Yenə bax, bu Z alkandır bizdə. Bax, Z-imiz alkandır, yəni CN H2 plus 2-dir. Bizdən nə soruşur? Deyir ki, X alkenin molekulun kimyəvi rabitə, X-dan söhbət gedir. X-imiz də alkendir. Y-imiz də alkanın monohalogeni törəməsidir. X alkenin molekulunu kimyəvi rabitələrin əmələ gəlməsi cəmi 8 qeyri-hibrid orbitalı iştirak etmişsə. X-imiz artıq bizdə alkendir və qeyri-hibrid deyirsə uşaqlar, 8 qeyri-hibrid iştirak etsə, qeyri-hibridin düsturu budur uşaqlar. Hidrogen üstəcək 2pi. Alkenlərin ümumi formunu yazaq bura. CnH2n. Düzdür. Hidrogen sayı 2n. Üzərinə gəlirəm 2pi. Alkenlərdə 1 pi rabitə var. 2-ni də 1'ə vurum, eləyir 2. O da bərabər 8-ə. Buradan da n-imiz çıxır 3. Deməli, ümumi formulu CH6-dır. CH6 bizdə X-dır. Üzərinə H brom gəlirəm, eləyir C3H7 brom. C3H7 bromumuz Y-dir və Y-in üzərinə mən natrium gəlir, natrium bromu götürür və C3H7-in eyni salınır. Yəni C6H14. Bu da bizdə Z alkandır. İndi deyir Z maddəsinin molekulu üçün uyğunluğu müəyyən edin. Yəni Z molekulunu yazıram. CH3, 1 xətt CH, CH3. Sonra bunun eynisini yazmalıyıq uşaqlar. Yəni CH, CH3, bir dənə də buradan CH3. İkili karbon atomlarının sayı. İkili karbon atomumuz gəlin baxaq. Yoxdur ikili karbon atomumuz. 0. 1'ə gedir onda B.
C H sigma artı sayı, bu da hidrogen sayını götürür. Yəni elə 14. İkinciyə gedir D. Üçlü karbonlar CH-dardır. Bax, bir burada var, bir də burada var 2. O da gedir Y-yə. 3-ə də gedir Y. 1B, 2D, 3D Y variantı.